mən qızıydım. Sonra elə oldu, hamısını barışdırdım, mən oldum pis. Və mənim bütün günü yatıp durup eyni paltar giyindiyim insanla mənim münasibətimin ortasına girdilər. Başa düşdüm ki, mən deməmiş ki, axmağıymışam ki, mənim neyimə lazımdır, mən kimlərisə malalamağa çalışıram, kimləsə kimisə birləşdirməyə çalışıram, kimləsə kimisə dost eləməyə çalışıram. Və vaxt zaman keçdi, bizim bir-birimizə hörmətimiz var. Çünki bir-birimizə qarşı murdal hərəkətlər eləməmişik. Başa düz deyirsən, düzdür. Bəli, Aykam, sən bilirsən ablam. Və mənim nəyimə lazım idi, mən bugünkü günü kimlərisə dost elədim, kimlərisə bir stola tuturdum. Kiminsə sevgilisi mənim dalımca danışdı. Nə bilim, az kimsə kimlənsə getdi, tanış oldu. Mənim başıma bir dənə oyunlar gətirdilər. Allaha and olsun. Deməli, bir oğlanın bir qızdan xoşu gəlir. Oğlan mənə sual verir ki, padrıqam var idi yanındakı. Deyirəm, bəli, buyurun. Rayona gedib, deyirəm, vallah bilmirəm ki, inansız xəbərim yoxdur. Deyir, səhifəsində gördüm. Deyirəm, vallah bilmirəm, inansız, vallah xəbərim yoxdur. Gedib qıza deyəsən ki, Zuzudan soruşdum. Zuzu dedi, oğlanlarla rayona gedib. Zuzu orada yoxdursa, o qızdan salam sağolu yoxdursa, necə deyə bilər o sözü? Bu belə iğrənc hərəkətlər oldu, başa düşürsən? Dost da gələk dost ola da, sənə bu sözü deyəndə, deyəsən sən kimsən ki, filan kəs haqqında danışırsan? O mənim haqqımda deyə bilməz. Dost da yarpaq kimi əsəndə, o yana əsəndə, bu yana, görsən, deyib. Bu sualı oğlana deyəndə, oğlan birinin də üstünə beşin qoyur, danışır. Bildiniz? Ona görə mən başa düşdüm ki, bunlar qəribə adamlardılar. Vallahi. Birinin sevgilisi götürdü mənim. Ay Aykam, ay ablam, arada WhatsApp-ma yazsa mən nömrədəyəm. Oğlanı götürdü, maşınımı vurdu. Dedim, qurban olaram, ölərəm ayağınızın altında. Mənim pulum yox deyə onu bu ferini düzəltdirim. 150 manatdır. Mənim ustam var, ayda 50 manat verdi ona. Daha ölüm ayağımın altında qurban olum. Bu deyə. Vermirik biz. Nə olsun Sən verməzdin maşını. Nöş verdin. Deyirəm, indi pox yedim də. Sən istədin, mən də verdim. Zəng elədilər, anama deyirlər ki, Zuzu 7-dən oğlanla danışır. Zuzu piyanistkadır, küçədə qalır. Anam da dedi ki, ay bola, mən uşağımı tanıyıram, o mən doğmuşam. Onu mən tanıyıram. Bilirəm mənim uşağım nədir. Bir dənə mənim anam isə nə dedi mənə? Belə tüfürdüyü yerə. Dedi, oturub durduqlarına bax. Oturub durduqlarına bax. Ona görə mən başa düşdüm ki, mən bədbəxt adamam. Mən dostumu seçə bilmirəm. İnsanları tanıya bilmirəm. İnan Allaha o qıza heç nə də demədim ha. O qızın oğlanına zəng eləsəydim ki, filan kəs. Çox deyiləsi sözlər var. Amma mən heç də deməmişəm. İnan. Belə heç də belə şoka düşdüm. Dedim, ay Allah. Yeməyim bir yerdə, çörəyim bir yerdə, sözüm bir yerdə, söhbətim bir yerdə. Nə bilim az. Getdilər, danışdığım oğlan var idi. Ona mənim haqqımda nələr dedilər. Nə oyunlardan çıxdılar. Belə baxdım, dedim, ay Allah, bu nədir? Bunlar necə? Mən insanları deməmiş ki, tanımır. Məni öpür. Qurban olarım, canım bacım, gözəl bacım. Gəlirsən, bacım. Deyirəm, buna bax. Buna bax. Ona görə dost cəhətdən mənim qərəgün bəxti gətirmir də. Mən yoxdur da bəxt. Yoxdur məndə. Mən bəxt nə gətirir? Elə barədə yox. Və mən bu həyatda hər şeyi bağışlayıram. Hər şeyi. Sən mənə şillə vurarsan, mən sənə şillə vuraram. Bir-birimizə söyərik. Nəsə olar da, amma mənə qarşı satqınlıq eləmə. Mənim danışdığım sözü üçüncü bir adamın yanında eşidərəmsə, mən o insanları bağışlamıram. Heç vaxt. Başım bəlalıdır da, dost cəhətdən başım bəlalıdır. Amma mən heç vaxt dostlarımı satmamışam, inarsınız, valla.
Allah mənim göydə şahidimdir ki, heç vaxtı dostlarımı mənə neynəsələr də, yoldaşlarını da görmüşəm, aleykum salam, qardaşlarına da ömür boyu hörmət eləmişəm, salam əleykim. Elə olub ki, həyatındakı oğlanla münasibətin kəsib, mənim qabağımı kəsib, deyib ki, necəsən Aysu, demişəm, yaxşıyam, çox sağ. Görsən də, indi gelib filan kəsə qoşulub. Deyirəm, vallahi xəbərim yox da. Bilmə, ay yalan danışma Aysu. Deyirəm, vallahi inansan, xəbərim yoxdur. O elə insan deyil ağa. Bilirəm ha, deyirəm, mən bilmirəm. Az məni bilirsən, nə eləyərlər? Bakı ilə bir eləyərlər. Ona görə dost cəhətdən mənim biraz bəxtim yoxdur. Bəxtsizəm. Hə. Amma mən öz həyatım haqqında heç vaxtı, necə deyim sizə, heç kimdən qorxmuram da, yəni. Kiməsə qorxum, danışmayım, kimdənsə neysə gizlədim. Qorxum ondan ki, ay Allah, filan kəs bilər, filan kəs filan. Məni istəyən oğlan belə istəyəcək, məni belə də qəbul edəcək. Belə qəbul eləməlidir. Mən yayın aparan adamam. Mən bir də görürsən ki, şit-şit hərəkətlər eləyirəm burada. Zarafatlar eləyirəm burada. Mən həyatda tamam fərqli insanım. Mən bir dənə markete girirəm, sakit. Belə, bu canlıdır. Bu canlıdadır hər şey. Bu canlı kapatdı. Всё. Canlı bağlan. Zuzu sakit markete girəcək. Sakit butika girir. Sakit məktəbə girir. Quzu balası. Baş aşağı. Salam verirsən, verirəm, vermirsən, gedirəm, gəlirəm. Lal. Yəni buyam mən. Amma yayın mən yayın aparmaq məcburiyyətindəyəm. Mən burada papiyaqları söhbət edirəm qızımdan. Deyir, ay mama canlıda döyürsən. Deyirəm, ay qızım, başım gedib, elə yayındayım. Mənim yayın aparmağım fərqlidir. Həyatda yaşayışım tamam fərqlidir də. Arğıncı sakit, Allahın sakit. Amma dəymə də mənə. Da elə də qoyun döyürəm. Ya kimsə mənə nəsə düşsün mən qabağını. Yəni belə də küçədə özümü aparmaqdan. Ay bir oğlan üzümə gülsün belə. Deyir, belə eləyim, pullu oğlandı, belə eləyim, elə eləyim, ay Allah, ağ günə çıxartsın mən, az nəyimə lazımdır, nə işimə qalıb mənim. İnanın Allaha, mənim şəhərin sentrunda 2 dənə təkərim partladı. Təkərim partladı. Mənim kontaktımda 180 tane adam var. 180'ın birinə də zəng eləmədim. Utandım. 2 il bundan qabaq utandım ki, məsələn zəng vurum ki, mənim təkərlərim partlayıb. Mənə gəlib, mən neyniyim indi burada? Mənə nə dəstək, nə kömək eləyərsiniz? Gəlin burada maşınla aparın. Yəni taksiyə minib getməyim, gecə saat düşdü zat. Hə. Yenə də bu mövzu. Bacı nədən danışım? Turboya çıxmağımdan danışım. Mən söhbət eləyirəm də burada. Nə danışım mən? Gedim Amerikan kişi gətirim, soxum evə deyim, aşkımsan, balımsan, neçə illik ərimsən. Neyniyim mən? Ne istiyorsunuz məndən? Yeri gəldi də bunlar. Sən mama 100 kişiyə bərəvaz bilirəm də. Mən ailə qura bilmirəm də bacı. Bu dəqiqə ərə gedərəm. Az mən boşananda bir dənə subay oğlan var idi, məni 2 uşaqla qəbul eləyirdi. Elə gözəl oğlan, yarlı, yaraşıqlı. Deyirdi ki, mamam deyirdi ki, oğlu apar, qəbul eləyirlər, qızım qalsın məndə. Az niyə edirəm? Yat dur bunu gör. Gözümü açıyım bunu gör. Gedir fırlanır, qayıdır, gəlir, oturur yanında. Buna yemək pişir. Az mən ölərəm, mən necə eləyim? Mənim başım xərab olar, Gəlsin uşağımın yanında rəddil oyuna da sırtıq gedər. Yo, bacı. Həftədə bir dəfə. Sən də mənki məndə. Görüşürük uzaqdan uzağa. Atam, qardeşim, başıma dönərəm. Qızım, mama qurban, televizori yandır da, qulağımın səsi eşitsin, sıxılıram. Televizori də yandır. Atası sifət. Bacı, yo, ailə mənlidir, mənim 32 yaşım var. Mən bu dəqiqə bir sənə fikirləşdirəm. Bu dəqiqə fikirləşdirəm ki, bir dənə niyə alım yayda. Basabik yığdırım onun içinə. Biraz pul düzəldim. Qəşən, gedim özüm üçün rayonlara gəzim. Qəşən kupaniklar alım. Bir dənə də fotoaparat. Bir dənə də fotoaparat alıram. Az kupanikdə şəkillərimi çəkirəm. Çak.
paylaşıram. Yuxarıdan aşağı yazırlar. Qriyyətli, qriyyətsiz, qriyyətli, qriyyətsiz. Otururlar özlərini, öldürürlər özlərini. Aslında indirəm az mən əri istəyəm. Xəstəsən sən. Niva alacağım da. Niva mən bilmirsən. Ömür boyu Niva istəmişəm. Saçım 6-0 amma kraskanı bilmirəm. Kraskanı yalan deyərəm. Birazdan canlını bağlayacağım 50'də. 50'də canlını bağlayacağım. Biləsiz gedəcəyəm. Bir də qaydanda keyfim olsa qabları zadı yuyub evi yığışdıracağım. Oturarıq biraz dərdləşərik. Bu soyuqda bu harda nə yerə soxum səni. Bu yazır mən də oxuyuram. Mən də deyim mənə üçün deyir ki, yəni bu soyuqda dənizə gedirsən, baseyni də danışırdım axı. Mən nə bilim bu tərbiyəsiz məxluq şeydir bu. Onlar ömür boyu fərli yazılar, fərli sizləri oxumuşam da bacım. Mən niyə beləyəm? Həyatda da beləyəm. Fərli adamları qoyub cırcındırın yanına gedirəm. Ömür boyu bacı beləyəm. Mən niyə beləyəm? Fikir verirsiniz. Bax, cəmaat ağıllı yaxşı söz yazır, hə? Oxumuram. Gördün getdim neyi oxudum. Həyatda da yaşayışım belə cındıram mən. Təmiz adamı, normal adamı qoyuram, gedib bir dənə şıntrleşkanı yapışıram. Başım xərabdır axı. Az geçsə, ay axmaq. Mən bir sənə vaxt ayılıram, yay gələndə. Gözüm açılır. Qışın ortalarında da gözlərim açılır. Əkizləri yanında saxlamaq istəyirsən, bütün gün onu nəzarətdə saxlamalısan, belə. Belə saxlamayacaqsan onu, bacı baba, belə. Belə saxlamayacaqsan onu bu ortada. Bir dənə deşik açdın, əkizlər getdi, getdilər. Bir də gördün ki, əkiz hardadır bilinmir. Hara getdi bu? Düşürsən dalayıca yoxdur. Az bu yenə gəldi. Vay Allah. Ay bacı, mən qaş ustasıyam, qurban olaram sizə. Mən qaş ustasıyam, evlərə gedirəm, işləyirəm. Ona görə qələmi bu şeylə tuturam. Bax, belə aparat. Aparatdır bu, ürəyim. Bunu belə tutursan işləyirsən. Tük effekti, pudra effekti. Ona görə.